Gəl əyləş. Yox Veysel əmi, mən içmirəm. İç. Yox içmirəm. Sənə deyirəm, iç. Yox. Mən də içmirdim, tövbə eləmişdim. İç. Bunu da iç. Yox. Səni mən içməyə məcbur eləyirəm. Eləcə də məni məcbur eləyən var. Kim? Kim? Qızımı o hala salan, oğru, cani, qatil, bir şərəf, bir qeyrət. Bircə düşəydi o mənim bu əllərimə. Sən ona nə elədin Veysel əmi? Neylərdim? Mən onun üzünə bir parça tüpürüb deyərdim, pus sənin üzünə. Biz dədə babadan görmüşük ki, elin vurub yıxan oğlanları özlərini ölümə verib, arvatları, qızları düşməndən qoruyardılar. Amma sən 2 rumka araq, 1 qrafil pivə üçün arvad soyursan, qız bıçaqlayırsan. Pus sənin şərəfinə, qeyrətinə. Tüpür Veysel əmi. Boğ, öldür, bəlkə ürəyin soğuyar. Sənin ya ay bana, sən ki məndən artıq yanırsan. Bu nədir? Özün içirsən bəs deyil, başqalarını da bu yola çəkirsən. Məni heç kəs məcbur eləməyib. Səsinə güc vermə. Belə getsə, bizimki tutmayacaq. Aha, bəs belə? Sən elə güman eləmə ki, mən qocalmışam. Mən hələ sənin kimi 100 oğul saxlaya bilərəm. Ata, Qaya sizə nə olub? Qızım, qızım, qızım. Ata, istəyirsən ürəyim sıxılmasın. Mənim arzum, istəyim bircə bu deyilmi, bala? Sən mənim canım bu arağı boşla. Sən yenə ant verdin? Əgər bir də içsəm... Demə, yox, mən sənə inanıram. Sevda! Sevda! Sevda, muştuluğumu ver, muştuluğumu! Necə oldu? Necə olacaq? Böyük bir gürültü ilə keçdi. Muştuluğumu ver! Notlar, Tərlan, notlar hardadır? Bu saat. Al. Budur, al. Qurtarmısan? Qoçaqsan, vallah, qoçaq.